Düşünürəm ki, çox maraqlı mövzumuz olacaq. Baxaq. Murad bəy, qoxu nədir? Yəni mən bayaq danışdım sizlə, dedim, yəqin ki, bu mən dilimin bəlasına düşmüşəm. Demişdim ki, sadə suallar hazırlamayaq, daha maraqlı olsun. Baxın, birinci sualdan çətinliyə əsas. Qoxu əslində bizim göz ardı etdiyimiz və qoxu bilməni də hissiyatlarımız, duyğularımız arasında ən sonuncu yerə qoyduğumuz halda əslində həyatın təməlidir. Yaşamaq, həyatda qalmaq, soyumuzu artırmaq üçün birinci yerdə gələn, birinci növbədə lazım olan bizə duyğudur. Qoxu da təbii ki, o duyğuya xitab edən bir nəsnədir və yaxud da yaradılışdır deyə belə bir şey. Hətta yaradılış. Yəni hər şey yaradılışdır zaten. Zaten. Nəslimizi artırmaq üçün deyirsiniz. Bəli. Qoxu ilə nəslimizi artırmaq arasında nə bağ var? Düzdür, insanlar bu mövzuda biraz uzaqlaşıblar öz belə deyək, atalarından və yaxud ki, təməl yəni təməl instinktlərdən deyək, uzaqlaşıblar, amma əslində qoxu bilməklə insan qarşı tərəfin və yaxud da ki, söhbət partnyordan getmir, ümumiyyətlə digər insanın, amma ümumilikdə isə daha dəqiq isə partnyorunu bütün DNA-sını, bütün onun sağlamlığı və yaxud da ki, xəstəliklərlə bağlı profil çıxara bilərdi. Sadəcə olaraq həmin orqan bizdə hal-hazırda demək olar ki, fəaliyyətsizdir, işləmir. Niyə? Səbəblərini bilirik. Çünki artıq biz evlənmək üçün partnyor seçərkən qoxu ilə seçmirik digər məməlilərdən fərqli olaraq, amma onlar bildiyimiz kimi həmin o feromonların vasitəsilə cütləşməyə meyl eləyirlər. İnsanlar da əslində bu formada inkişaf ediblər. Yəni bu formada davam ediblər. Nəsə bu formada artıra bilərlər. Sadəcə olaraq indi bu orqan demək olar ki, sıradan çıxıb. Ona Jacobson orqanı və yaxud da Güvenemo deyirlər. Bu vaxtda araşdırmalar apara bilərsiniz. Ne üçün sıradan çıxdı? Biz neynədik ki, o sıradan çıxdı? Və bu nə vaxt sıradan çıxdı? Axı biz doğulanda o bizdə var. Bəli. Yəni hər şey bizdə var. Sosiallaşdıqca və bəzi şeyləri ört-bas etdikcə, ört-bas etdikdə dedikdə qoxumuzu da ört-bas etdikdən sonra təbii ki, orqan öz funksionallığını, insanda zaten tək funksionallığını itirən tək orqan o deyil. Bəzən bilirik ki, bəzi orqanlar var ki, hətta əməliyyatdan onu da götürürlər. Bax, bu formada, yəni istər qısaca desək, biz öz qoxumuzu gizlətdik. Ona görə də biz indi onu duya bilmirik. Biz ətrimizi duyuruq, qoxumuzu duymuruq.